Baş daşı yerinə yük maşını qoyulub. Hətta dövlət nömrə nişanı da həkk olunub. Bura Novxanı kənd qəbirstanlığıdır. Bu qəbir isə Balami ləqəbli mərhum Məmməd Bağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmməd Bağır Sadıqov 19 il sürücü məktəbində müəllim işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır. Bu gecdə müəllimi olub. Ona görə də oğlu tərəfindən onun öz maşınını Qaz51 deyirlər o vaxtı bu maşınlara qoyublar burada onu. Buraya gələn cəmaətdə baxırlar, soruşurlar kimindir, belə maraqlanırlar. Novxanı qəbirstanlığında bu qəbildən qəbir daşlarının sayı çoxdur. Kim hansı peşənin sahibi olubsa, qəbir də ona uyğun hazırlanıb. Məsələn, göyərçin saxlayan bu oğlan kimi. Quliyev Səlim 18 yaşı olur. Dama çıxıb quşu tutmağa, oradan yıxılır. Ona görə də quşun heykəlini bunun qəbrinin üstünə qoyublar. Baş daşının altında yatan isə dülgər olub. Qozbel Tofiq kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub. Zireng adamdır. Boyu balaca idi, zireng adam idi. Daraq və qayçını görən şəxs isə mərhumun vaxtı ilə bərbər olduğunu anlayır. Ata dülgər olub, üstündə onun mişar şəkli çəkiblər. Oğlu Abuzərdir, o da dəllər olub, onun da üstündə qayçı, daraq şəklini çəkiblər. Hələ bu harası da çoban olduğu üçün baş daşına qoyunla rəsmini yerləşdirənlər də var. Qəbirstanlıqda şair, həkim və din xadimlərinin də qəbirləri diqqət çəkir. İnsanların öz işlərinə görə, peşəsinə görə nəsə onların alətlərindən ata-anaları, evlatları istəyir ki, onun üstündə şəkillərini çəksin, qoysunlar, beləsinə abidələr yaratsınlar. 82 il yaşamış Hacıbala Babayev isə faytonçu olub. Başqa bir qəbrin üstündə isə qot şəkli həkk olunub. Molla Seyid Qulu Quliyevin sözlərinə görə bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbirstanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.